Yeni Azərbaycan Partiyasının yaranması 1988-ci ildən ölkəmizdə baş verən hadisələrin yekunu, mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Ölkəmizdə siyasi qurumların formalaşması prosesi də məhz həmin ildən başladı. 1990-cı ilin əvvəllərində bir sıra təşkilatlar yarandı. Təəssüf ki, həmin partiyalar ölkəni düşdüyü ağır iqtisadi siyasi böhrandan qurtara bilmədi. Əksinə, hakimiyyətdə olan və bir-birini əvəz edən siyasi qüvvələr respublikadakı vəziyyəti daha da ağırlaşdırdı. Məhz həmin zamanda tanınmış ziyalılar, Azərbaycanın taleyini düşünən insanlar, ölkəni böhrandan xilas edə biləcək yeni bir partiya yaratmaq təşəbbüsü irəli sürdülər. Bu məqsədlə xalqın müdrik oğlu Heydər Əliyev şəxsiyyəti ətrafında birləşməyə qərar verdilər. Beləliklə 91 nəfər Azərbaycan ziyalısının imzası ilə Naxçıvana, Heydər Əliyevə müraciət göndərildi. Azərbaycanın ən yeni tarixinə 91-lərin müraciəti kimi daxil olan həmin sənəd xalqın arzu və istəklərinin ifadəsi idi. Müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu. Xalqımızın dahi oğlu, milli lider Heydər Əliyev o zaman blokada şəraitində olan Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə sədrlik edirdi. Mən öz taleyimi xalqa tapşırmışam və xalqın iradəsini yəqin ki, indi bu müddətdə, bu zamanda, bu çətin devirdə yerinə yetirməlidir. Heydər Əliyev xalqın müraciətini qəbul etsə də, onun Bakıya gəlməsinə o zamanki hakimiyyət razı deyildi. 91'lerin müraciəti mənə gəldi və 91'lerin müraciətinə mənim cavabım oldu. Onlar hamısı o vaxt bizi müdafiə edən yeganə Səs qəzetində tərk olundular. Partiyanı yaratmaq istəyən insanlardan bir hissəsi, 550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvana gedərək Yeni Azərbaycan Partiyasının təsis konferansını orada keçirməyə nail oldular. Naxçıvan ümumiyyətcə qışda şaxtalı olur. O ildə şaxta çox şiddətli idi, çox soyuqdu. Naxçıvanda elektrik yox, sonra yanacaq yox, her şeyi isitmək mümkün deyil. Naxçıvanın Dram Teatrının binasında, o soyuq binada, o kapalı bir binanı biz açtık. Orada bu təsis konferansını keçirdik. Xatirimdədir ki, hamı paltoda oturmuşdu. Ürənmişdilər, paltodan da əlavə başqa çoxları papaqlarını da çıxartmamışdılar. Çünki çox soyuqdu. Belə bir şəraitdə bu təsis konferansı keçirildi. Yeni Azərbaycan Partiyasının proqramında irəli sürülmüş əsas vəzifələr dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firavan həyatının təmin edilməsidir. 1993-cü ilin əvvəllərində mövcud hakimiyyətin apardığı siyasətin milli maraqlara uyğun gəlməməsi narazılıqları daha da şiddətləndirirdi. Həmin il iyunun 4-də Gəncədə bəzi insanların nəzarətində olan hərbi hissənin hakimiyyətə itayətsizliyi ölkəni tamamilə xaosa sürüklədi. Ölkə vətəndaş müharibəsinin astanasına daha da yaxınlaşdı. Belə durumda Ali Sovetin deputatları, hökumət üzvləri, hətta Prezident Əbülfəz Elçibəy başda olmaqla bütün dövlət adamları Heydər Əliyevə müraciət göndərərək onun Naxçıvandan Bakıya gəlməsini israrla xahiş edirdilər. Vəziyyətin son dərəcə ağırlaşdığını görən milli lider Heydər Əliyev yenə də xalqın mənafeyini hər şeydən üstün tutur. Mən heç bir vəzifə tutmaq iddiasında deyil. Bu gün də deyiləm. Bu dəqiqə buradan çıxıb gedə bilərəm. Ancaq bəzi adamların heç bir iş görmədən gəlib təsadüfi bu salda oturub bu ağır vəziyyətdə məsələni mürəkkəbləşdirməsi məni hiddətləndirir. Bizim xalqımız, vətənpərvər insanlar mənə bu işdə yardımcı olacaq. Hamımız birlikdə bu vəziyyətdən çıxacağıq. Müstəqil Azərbaycanın tarixində böyük əhəmiyyət daşıyan, onun gələcək taleyini müəyyən edən mühüm başlanğıçların əsası qoyulan bir neçə günlər var. Belə qızıl tarixlərdən biri də 3 oktyabr 1993-cü ildir. Hər bir partiya üzvü, əgər həqiqətən partiyanın fədakar əskəri olsa və partiyanın ideyalarını daimi öz qəlbində qəbul edərək başqa təbəqələrə çatdıra bilsə, təbliğ eləyə bilsə, təbiidir ki, bizim
Partiyamız da daha da yükselecek ve partiya Azerbaycan iktidarına daha da çok kömək edecektir. Tez bir zamanda dahi şəxsiyyət Heydər Əliyevin rəhbərliyi altında uğurlu daxili və xarici siyasət aparıldı. Nizami ordunun yaradılmasına nail olundu. Erməni işğalçılarına qarşı mübarizədə ilk hərbi uğurlar qazanıldı. Təmas xəttində atəşkəs elan olundu. Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldikdən sonra ölkəmiz müəyyən təxribatlar, dövlət çevrilişlərinə cəhdlərlə üz-üzə qaldı. 1994-cü ilin oktyabrında və 1995-ci ilin martında dövlətimiz üçün növbəti sınaqlar oldu. Yalnız Ulu Öndər Heydər Əliyevin qətiyyəti, xalqın öz qüdrətli liderini dəstəkləməsi nəticəsində bu təhlükəli cəhdlərin qarşısı alındı. Silah gücünə, hakimiyyəti ələ keçirmək ənənəsinə bir dəfəlik son qoyuldu. Atalardan qalmış müdrik söz var. El gücü sel gücüdür. El gücünün qabağında heç kəs dura bilmez. Heç bir qüvvə dura bilmez. Mənim də dayağım, güvəndiyim mənim xalqımdır. Sizsiniz, əziz Azərbaycan vətəndaşlarılar. Müstəqil Azərbaycanın bu gündə, gələcəkdə də yaşaması bizim üzerimizdə, mənim üzerimdə olan əsas vəzifədir. Və sizi əmin edirəm ki, mən Azərbaycanın prezidenti kimi, Yeni Azərbaycan Partiyasının sədri kimi bu vəzifəmi şərəflə yerinə yetirəcəyəm. Milli lider Heydər Əliyevin apardığı ardıcıl, məqsədyönlü xarici siyasət nəticəsində Azərbaycanın beynəlxalq nüfuzu daha da yüksəldi. 1994-cü il sentyabrın 20-sində Xəzər dənizinin Azərbaycan sektorundakı Azəri çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında Azərbaycan Dövlət Neft Şirkəti ilə xarici şirkətlər arasında əsrin neft müqaviləsi bağlandı. Ümummilli lider Heydər Əliyev 1998-ci il oktyabrın 11-də yenidən Azərbaycanın prezidenti seçildi. Yeni Azərbaycan Partiyası növbəti 5 il müddətində iqtidar partiyası olaraq fəaliyyətini davam etdirdi. Azərbaycan xalqının milli, mənəvi dəyərlərinə sadiq olacağıma, onları ümumi bəşəri dəyərlərlə zənginləşdirəcəyimə və inkişaf etdirəcəyimə and içirəm. Yeni Azərbaycan Partiyasının 2001-ci il noyabr ayının 21-də keçirilən ikinci qurultayında isə mühüm qərarlar qəbul edildi. Yeni təsis olunan sədrin birinci müavini vəzifəsinə İlham Əliyev seçildi. 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində isə Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyev Azərbaycan Respublikasının prezidenti seçildi. 2008-ci ildə Yeni Azərbaycan Partiyasının 4-cü qurultayı keçirilir. İlham Əliyevin növbəti müddətə prezidentliyə namizədliyi irəli sürülür. Həmin ilin oktyabrın 15-də partiyanın namizədi İlham Heydəroğlu Əliyev növbəti dəfə parlaq qələbə qazanaraq Azərbaycan Respublikasının prezidenti seçilir. Yeni Azərbaycan Partiyasının qısa müddətdə xalqın sevimli partiyasına çevrilməsinin isə tək bir səbəbi var idi. Xalqın partiyanın sədrinə olan sevgisi, inamı. Çünki zaman göstərdi ki, xalq Heydər Əliyevi arxalanmaqla, onun ətrafında sıx birləşməklə öz gələcəyini təmin etmiş oldu. Ulu Öndər partiyanın uğurlu gələcəyini onun yaradılmasının ilk illərindən görürdü. O, müasir Azərbaycanın davamlı və nəhəng uğurlara imza atacağından əmin idi. Ulu Öndərin də dediyi kimi, Yeni Azərbaycan Partiyası öz fəaliyyəti ilə sübuta yetirdi ki, o məhz yeni müstəqil Azərbaycanı qurmağa, onu zirvələrə, parlaq gələcəyə daşımağa qadir partiyadır. Bugün ümumilli liderin ideyalarını uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərlik etdiyi YAP böyük gücə çevrilib. Onun 800 minə yaxın üzvü var. Bu üzvlərin böyük hissəsi gənclərdir ki, onlar da Azərbaycanın tarixi zəfərinin qazanılmasında müstəsna rol oynadılar. Əsası məhz Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğu siyasəti yekunda öz müsbət nəticəsini verdi. 4 il öncə 44 günlük vətən müharibəsi nəticəsində Azərbaycan ərazi bütövlüyünü bərpa etdi. Torpaqlarının Ermənistan tərəfindən 30 illik işğalına son qoydu. Xalqımız adını tarixə qalib xalq kimi yazdırdı. Bugün əminliklə demək olar ki, yaradıcısı ümumilli lider olan Yeni Azərbaycan Partiyasının fəaliyyətində Heydər Əliyevin ideya və arzuları yaşayır. Qarabağ zəfərindən sonra yaranmış yeni reallıqlar fonunda Azərbaycan
partiyanın sədri, prezident Müzəffər Ali Başkomandan İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyə doğru daha inamla irəliləyəcək. Bütün bizim əldə edilmiş uğurlarımızda Yeni Azərbaycan Partiyasının, onun üzvlərinin böyük əməyi var, zəhməti var, rolu var. Bugün partiyamız ölkəmizin aparıcı siyasi qüvvəsi kimi bu böyük məsuliyyəti hiss edir, onu öz üzərinə götürür. Partiyamızın üzvləri müxtəlif sahələrdə ölkəmizin ümumi inkişafına çox böyük töhfələr verirlər. Və bugün Yeni Azərbaycan Partiyası dünya miqyasında çox böyük və güclü partiyadır. Bizim beynəlxalq əlaqələrimiz də genişlənir və beləliklə partiyamızın gələcək inkişafı ilə bağlı məndə çox nikbin fikirlər var. Mən bu gözəl yubiley münasibəti ilə partiyamızın bütün üzvlərini bir də təbrik etmək istəyirəm. Yeni Azərbaycan Partiyasına yeni uğurlar, qələbələr arzulayıram. Sağ olun.